Deməli belə bir kameramız var. Markası budur. 2 linzadır. Gece görüşü var. İnsan izləyə bilir. Yəni insan hansı tərəfə çevrilirsə o da bu tərəfə çevrilir. 355 dərəcə fırlanır. CD kart taxılır içinə. Buradan da restart verilir. Saxlanılır 20 saniyə, 30 saniyə və beyinə format edilir. Bu da onun arxalığıdır. Burada taxılır, divara taxılır. CD kart da budur. Qutusu isə belə bir şey qutusu olur. Üzərində göstərilib ki, başlığı yoxdur. Yəni başlığı özünüz taxırsınız. 3 metrdə kabel olur. Onun necə telefonu quraşdırırlar, onu sizə başa salacağım indi. Deməli, Ocam adlı bir tətbiq var. Onu yüklürük. Və burada qeydiyyatına keçirik. İndi mən keçmişəm qeydiyyatdan. Onu da keçmədim. Daxil oluruq belə. Qarşımıza belə bir şeylə çıxacaq. Bunların hamısını evet cavabı verir. Yəni təsdiqləyik bunu. Birini təsdiqlənməsək, yəni kamera qoşulmayacaq. Deməli, axtarış edirik buradan. Buradan da bunu sıxırıq. Təsdiqləyik yerinə. Yeni təsdiqləyik. Kamera bir-birini tapması üçün telefonda Bluetooth açıq olmalıdır. Bluetooth açıq ondan sonra bunu sıxırıq və qabağa kameramız gəlir. Wi-Fi-nin parolunu qeyd edirik yola. Wireless is connecting. Please wait. Wireless connection succeeded. Gözlük. Kameraya ad veririk. Mən yazıram balkon. Bu hərəkətdir. Yəni insan hansı tərəfə çevirirsə o da tərəfə çevirilsin. Onu sıxırıq. Adam izləyir də o. Aşağı sıxırıq. Kameramız gəldi. Üzərinə daxil oluruq. Görürsünüz kameramız işlədi. Deməli siqnaldır bu. Bu ışığıdır. Bunu artıraq. Azalanında da zəifləyir. Gücləndi. Deməli insan görəndə də bildiriş gəlir ha. Buradan bildiriş gəlir yuxarıdan. Səsdir bu. Danışanda danışmaq olur da şeylə. Bunun birinci nastroykanı açaq bunu. Mikrofonu hazır işlət. Hazır işlət. Fotoya qoymayaq. Bu səs eşitirsən orada. Bu da sən danışsan. Ha? İndi mən danışacağım, kamerada gələcək. Görürsünüz gəlir. Deməli, kameranı idarə eləmək olur.
Bu qədərdir.